Salam, 8-ci sinif 1-ci hissədən sözlüyün şərhinə baxaq. Mən həmişə deyirəm ki, sözlük olan hissəni daha yaxşı öyrənmək lazımdır. Çünki konkret olaraq terminlərin nəyə xidmət etdiyini asanlıqla yadda saxlamaq olur. Burada söz verilibdir aqultinin. İnsanın qan plazmasında mövcud olan xüsusi zülaldır. Bildiyiniz kimi, qan qruplarının müəyyən olunmasında aqultininlə yanaşı aqultinogen də iştirak eləyir. Aqultinogen isə aqultinindən fərqli olaraq eritrositlərin membranlarında yerləşən zülal və karbohidrat təbiətli qan qruplarını təyin edən əsas struktur komponentidir. Bax, bu gördüyünüz anti-A aqultinin qan plazmasında, A aqultinogen isə eritrositlərdə mövcud olur. Dedi ki, eyni qan qrupunda A və anti-A bir yerdə ola bilmir. Bioprotezə gəlincə, bioprotez bioloji və texnoloji prinsiplərlə hazırlanmış insanın bədənindəki funksiyaları bərpa etməyə və ya əvəz etməyə xidmət edən canlı toxumalarla asanlıqla inteqrasiya oluna bilən bioprotezlərdir. Yəni, orqanizmin tamlığının funksiyasının tam yerinə yetirilməsi üçün bioprotezlərdən istifadə oluna bilər. Difuziyaya gəlincə, qazlarda və mayelərdə atom və molekulaların xaotik hərəkəti zamanı onların digər maddələrin atom və molekulalarına qarışması hadisəsidir. Bildiyiniz kimi, difuziya burada gördüyünüz kimi həm qazlarda, həm də mayələrin atom və molekulalar arasında qarışmanın nəticəsində əldə oluna bilər. Elektrokardioqrafa gəlincə, insanın yaxud da heyvanın işləyən ürəyinin biocəryanlarını hərəkət edən kağız lent və ya fotoqrafik plyonka üzərində qrafik qeyd edən cihazdır. Yəni, qısaca olaraq, ürəyin biocəryanlarını öyrənən, yəni qeyd edən cihaz hesab oluna bilər. Faqositoza gəlincə, bildiyiniz kimi bir hüceyrəli orqanizmlər yaxud çox hüceyrəli heyvan orqanizmlərinin xüsusi hüceyrələri tərəfindən mikroskopik yad canlı obyektlərin, bakteriyalardır, hüceyrə fraqmentləridir və bərk üzvü hissəciklərin fəal tutulması və udulmasıdır. Bildiyiniz kimi, faqositoza bir hüceyrəli əmiblərdə və yaxud çox hüceyrəli orqanizmlərdə, insanda da bu mövcuddur. Qan hüceyrələrini, qanın tərkibində olan leykositləri misal göstərmək olar. Fermentlərə gəlincə, bütün canlı orqanizmlərin hüceyrələrində gedən kimyəvi reaksiyaları seçici kataliz edən zülal təbiətli bioloji katalizatorlardır. Reaksiyaların gedişinə sərf olunmur və dəyişilməz qalır. Çox kiçik qatlıqlarda təsir göstərir. Bildiyiniz kimi, fermentlər zülal, xüsusi spesifik zülallardır ki, onların hazırlanması daxili sekresiya vəzləri tərəfindən həyata keçirilir və kiçik bir hissəsi, qatlığı orqanizmdə proseslərin gedişatına çox böyük təsir göstərmiş olur. Özləri isə sərf olunmur. Fibrinogenə gəlincə, qan plazmasında olan və qanın laxtalanması prosesində mühüm rol oynayan zülaldır. Fibrinin təsiri ilə fibrinə çevrilir. Bu, adətən qanın laxtalanması zamanı fibrinogen fibrinə çevrilir. O saf şəkilli zülaldır, damarın zədələnmiş hissələrində çökərək qanın hüceyrələrinin, yəni qan axmağının qarşısını almağa köməklik edən vasitə hesab olunur. Hormona gəlincə, orqanizmdə maddələr mübadiləsində və fizioloji funksiyaların tənzimləyici təsir göstərən üzvü təbiətli fəal bioloji maddələr hesab olunur.
dedik ki, daxili sekresiya vəzləri tərəfindən hazırlanmış olur. Katetrə gəlincən, bədənin daxili boşluqlarına, damarlara, orqanlara müayinə və müalicə məqsədi ilə daxil olmaq üçün istifadə edilən tibbi alətdir. Əgər yadınızdadsa, qeyd eləmişdik ki, ürək qapaqlarının çatışmamazlığı zamanı kateter həmin qapaqları lazım olan yerə aparmağa köməklik göstərmiş olur. Konsentrasiyaya gəlincən, müəyyən bir sahədə və ya həcmdə komponentin miqdarı qatılıq və ya sıxlıq dərəcəsidir. Bax, gördüyünüz kimi yüksək qatılığa və yaxud yüksək konsentrasiyaya malik olan və yaxud aşağı konsentrasiyaya malik olan burada məhlullar göstərilibdir. Gördüyünüz kimi burada yüksək konsentrasiyada qatılığın tərkibinə daxil olan molekulalar daha çoxluq təşkil edir. Aşağı konsentrasiyada isə mayenin tərkibinə daxil olan həmin maddə molekulalarının azlıq təşkil etdiyini görmüş oluruq. Qradiyentə gəlincən, üfüqi və şaquli istiqamətdə müəyyən məsafə vahidində temperatur, təzyiq və konsentrasiya kimi fiziki cəmiyyətlərin dəyərinin dəyişilməsidir. Fikir verin, birinci məhlulda demək olar ki, müxtəlif maddələrin qarışıqları hələ əmələ gəlməyibdir. Burada molekulalar bax, bu keçirici membran vasitəsilə qatılıqları fərqli olan hissələrə keçir. Bu, o vaxta qədər davam edir ki, bu məhlulda tarazlıq yaranır. Əgər fikir vermiş olsaq, bax, burada gördüyünüz kimi bu maddə molekulaları 3 ədəd, digər maddə molekulalarında isə çəhrayı rəngdə olanlardan söhbət edir. 3 ədəddir, sərri rəngdə olanlar isə burada 4, burada 2, 6 olmaqla, burada da saysaz 6-dır. Ona görə burada tarazlıq yaranmış olacaqdır. Limfaya gəlincən, limfa sistemi ilə dövr edən kimyəvi tərkibinə görə qan plazmasına yaxın olan şəffaf və rəngsiz mayedir. Limfa dövranını yadınıza salsaz, bunu daha asanlıqla müəyyən edə bilərsiniz. Osmosa gəlincən, həlledicinin, məsələn, su, yarımkeçirici membrandan canlı hüceyrə kimi daha yüksək məhlul konsentrasiyası olan məhlula keçməsidir. Pinostoz, maye və həll olmuş maddələrin hüceyrə membranından daxilə çökmə və ya sitoplazmaya daxil olması prosesidir. Pinostoz, pinoyu içməyə xatırladır, hüceyrənin sitoz isə hüceyrə deməkdir. Plazmolizə gəlincən, osmoz təzyiqi nəticəsində suyunu itirmiş, sıxılmış və yığılmış sitoplazmanın canlı hüceyrənin qılafından aralanaraq uzaqlaşmasıdır. Plevraya gəlincən, döş qəfəsini içəridən, ağciyərlərini isə səthini örtən pərdədir. Bildiyiniz kimi, plevra pərdəsinin aralarında qeyd elədik ki, nisbətən maye mühit var və orada vakuum mövcuddur ki, bunda sayəsində ağciyərlərin, plevranın sayəsində ağciyərlərin genişlənməsi və sıxılması yaxud nəfəs alma və nəfəs vermə asanlıqla həyata keçirilmiş olur. 8 ayaq baş ayaqlı mollyuskalara aiddir. Təsvirdə də şəkli verilibdir. Baş ayaqlı mollyuskalara aid ola bilən bir canlının təsviridir. Bu qədər. Sağ olun.